Salam değerli əziz izləyicilərimiz. Bu günləri Binə qəsəbəsində mərkəzi yaxın türmənin arxa tərəfi deyilən ərazidə sizin üçün 2 sot yarım, yəni 2 sot yarımdan da artıq bir dənə 2 mərtəbəli gözəl bir evin çəkilişinə gəlmişik dostlar. Qazı, işığın, suyun sayğacları var. Ətraf yaşayışdır. Həyətində belə bir ayaq yolusu. Evimiz şəxsi evdir. Sadəcə təmirdən təzə çıxdı. Çox gözəl evdir, səliqəli evdir. Bu evimizin yan tərəfidir. Keçən indi digər evin yan tərəfini göstərim sizin üçün. Bu da evimizin digər yan tərəfidir. Daxil olağın evin içərisinə. Dostlar, girişdə belə bir holumuz var. Burada istipollu kombi sistemləridir. Bura sanuzelimizdir. Üstü asma tavandır deyil. Dostlar, aksesuarlar hər bir şey yeridir. İstipollu. Burada girişdə belə bir geniş qonaq otağımızdır. Değerli dostlar, qonaq otağı. Televizor kabelini kimi hər bir şey yerinə qoyulubdur. Burada mətbəximizdir. Gördüğünüz kimi cütdaşdır, yani arı kəsməsi də cütdaşdır. Burada bir geniş yataq otağıdır. Və bu da ikinci yataq otağı. Aşağı bir zal, 2 yataq otağı. Yəni kim istəsə buranı zal eləyib yataq otağı bura verib xol kimi qala bilər. Qalxarıq indi ikinci mərtəbəyə. Maşallah, otaq sayından çox da. Değerli dostlar, qalxdığımızda burada belə bir böyük bir holumuzdur, amma otaqdır da. Rahat oturmaq olar burada. Divan, kreslonu qoyub televizor qoymaq olar burada. Yuxarıda da qalxanda burada həm sanuzeldir burada, həm də ki mətbəximizdir xudmani, ikinci mərtəbənin xudmani 2 ailə rahat yaşaya bilər. Və əlavə olaraq bir otaq buradadır, 2 otaq buradadır, 3, 4, maşallah dostlar, 7 otaqlı evdir də dostlar, 7 otaqlı. Qiymət də 110 minə deyilir. İnşallah gəldinizdə real alıcı ilə danışıb razılaşma olar. Allah alanda satanda xeyir versin. Dostlar, bu evi qaçırmayın, həqiqətən də gözəl evdir, səliqəli evdir. Çox görkəmli evdir və yaşanası evdir. Mərkəzə də yaxındır, Binə mərkəzə. Allah alanda satanda xeyir versin. Sağ olun, var olun.